Dəyərli xanımlar, sözüm buradan sizədir. Bəzən sizə təklif eləyəndə və yaxud da fabrikə üzv olmaq adı gələndə bir çoxunuz bilirəm ki, qorxursunuz. Fabrikə üzv olmaq qorxulu bir şey deyil. Sadəcə öz şəxsi mağazanız olur. Necə? Bir fabrik proqramını yükləməklə sizə gəlmiş kod parolu buradan qeyd edirsiniz. Onu qeyd etməklə artıq siz fabrikin bir üzvüsünüz. Yəni, özünüzə elə bil ki, mağaza açmışsınız, amma tam risksiz mağaza açmışsınız. Gördüyünüz kimi, burada daxil olduqdan sonra kataloqlar bölməsi var. Bizim məhsullarımızla tanış olursunuz. Baxın, məsəl üçün çiyələli duş gelinin əl kremini istəyirəm. Mən bunları səbətə əlavə edəcəm buradan. Bir də Rexona, bir də duş geli. Yəni ayrı-ayrı bir seçim edib istədiyim məhsulları vururam özüm üçün. 2 dənə məsəl üçün yoğucu vasitə, ləkə çıxarıcı qələm. Yəni bu sizin mağazanızdır. Zaten siz hər biriniz lazımlı məhsulları gedib mağazadan belə deyim də alırsınız. Mağazadan almaqdansa qat-qat buradan almaq sizə sərfəlidir. Həm sağlamlığınız cəhətdən, həm keyfiyyət cəhətdən, həm də qiymət cəhətdən daha çox sərfəlidir. Həcmi böyük olan məsəl üçün bizim bu duş gellərimiz. İstədiyinizi seçib səbətinizə əlavə edirsiniz. Bunlar bizim qapalı indirimlərimizdir. Bu qapalı indirimlərimizlə, yəni sifarişimiz olur. Məsəl üçün statusda paylaşım eləyirik, oradan bizim sifarişimiz olur və heç kimsə o qiymətlə onu ala bilmir. Ona görə də bura üzv olmaq sizin üçün çox sərfəlidir. Bu bizim bədən misslərimizdir. Bir də gözümə sifariş eləyəcəm. Bu bizim göz paletlərimizdir. İstədiyiniz rənglisini seçin. Mən bunu çox bəyənirəm. Bir də bu rəngi xoşlayıram. Bu ikisini özüm üçün sifariş eləyəcəm. Bu mənim şəxsi mağazamdır və mənim üçün bu çox sərfəlidir buradan bu məhsulları götürmək. Gördüyünüz kimi qiymətlərlə tanış olun. Baxın, 4 manat 89 qəpik bu mağaza qiymətidir. Amma mənə gəlir 3 manat 91 qəpiyə. Bu deməkdir ki, mən önə düşürəm. Bədən misli isə 2 manat 29 qəpikdir mağazada. Amma biz bunu sklad qiymətinə, ambar qiymətinə əldə edə bilirik. 1 manat 83 qəpiyə. Daha sonra dodaq boyamız 3 manat 59 qəpiyə. Ayrıca belə bir üstünlük də var ki, burada məsəl üçün girirəm, ev təmizlik vasitələrinə girəcəm. Mətbəxə qulluğa girim. Baxın, burada məsəl üçün bu qab şampunumuz haqqında. Açıb buradan məhsul haqqında görürsünüz. Məhsul haqqında oxuya bilirsiniz. Necə məhsuldur, necə təmizləyir, nələri təmizləyir, nə dərəcədə sərfəlidir. Baxın, çox gözəldir bu bizim qab şampunlarımız. Həqiqətən də bunlara söz ola bilməz. Doğrudan da həm keyfiyyətli, həm sərfəli, qiymət cəhətdən də münasibdir. Çox gözəldir. İstifadə qaydasıdır. Burada belə qeyd olunub. Təkcə bu yox, hər hansı bir məhsulumuz. Yəni çox gözəl bizim məhsullarımız var. Məsəl üçün mətbəxi təmizləyirəm. Par-par olur mətbəxim. O qədər insan, yəni mətbəxi təmizləyərkən bu məhsulla həvəslə təmizləyir ki, yəni ərinirəm, təmizləmək istəmirəm. Məsələsi olmur xanımlarda. Mən çox həvəslə təmizləyirəm, ümumi bu məhsulları istifadə edəcəm deyə. Çünki bu məhsul mənə həqiqətən də kömək eləyir. Baxın, bu o məhsul haqqında qeydlərdir. Necə istifadə olunmalıdır, o da burada var və hətta rəylər də burada belə qeyd olunub. Yəni istifadə eləyən xanımlar rəylərini də bildiriblər. Bunlar bizim mətbəx sabunlarımızdır ki, bu mətbəx sabunları ilə məsəl üçün mətbəxdə yeməyi bişirirsiniz, soğandır, balıqdır. Yəni bu qoxular elə qoxudur ki, əldən çıxmır. Onu çıxarmaq üçün bu bizim mətbəx sabunlarımız sizə tövsiyə olunur. Çox gözəldir xanımlar hər birisi. Sonra mətbəx üçün demək, bunlar qab şampunlarda dediyim kimi çox sərfəlidir. Hər birisi çox gözəldir, meyvəlidir. Aksesuarlarımız olmayan şeylər yoxdur xanımlar. Doğrudan da çox gözəl bizim məhsullarımız var. Daha sonra məişət texnikamız var. Baxın, 3 ildir mən bu hava filmimizi istifadə edirəm. Baxın, göstərməsəm olmaz. Daha doğrusu 3 ildən də çoxdur hətta. 3 ildən də çoxdur, funksiyaları çoxdur, bu cür başlıqları da çoxdur, çox gözəldir. Bunu belə qoymaq da olur hətta. Çox gözəldir xanımlar. Daha sonra bizdə bu saç düzləşdirici də var məndə. Göstərmək istəyərdim, digər otaqda olduğuna görə gətirə bilmirəm. Bu blender də var məndə, çox gözəldir. Paylaşacağım bir-bir hamısından istifadə edib sizə. Mükəmməldir də bu blender, o qədər gözəl bir şeydir. Nə qədər vaxt istifadə edirəm. Demək, baxın, uşaqlarınızı belə, yəni çimizdirməyə, qab yumağa, paltar yumağa uşaqlar üçün də ayrıca belə bizim məhsullarımız var.
hər bir şeydə istifadə olunur. 0 yaş üzəri paltarları yumaq üçün belə tövsiyə olunan bizim bu məhsullarımız. Həmçində qab yuma məhsullarımız çoxdur burada. Ayrıca uşaqlar üçün baxın, ümumi xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulmuş həm otağın təmizləməsi üçün, paltar üçün ətirləndirici, qab şampunu, hər şey var, hər şey. Mən buradan daha göstərmək istəmirəm, sadəcə bəzi şeyləri göstərəcəm sizə. İndi dəb olan yerə girim. Hal-hazırda bilirsiniz ki, biz qışa doğru gedirik. Qışa doğru getdiyimizə görə də bizə artıq qalın belə deyim ki, kalqutkalar lazımdır. Bu hal-hazırda mənim özümə sifariş etdiyim, illərlə geyindiyim, amma heç nə olmayan həmən o, nə deyirlər ona, lastiğimizdir. Mən göy yox, qaranı almışam. Bunu hər zaman almışam. 3 il geyindim və nəhayət ki, bu yayda mən onu atdım xanımlar. Çünki çox gözəldir. Razmeyləri var, qeyd edeyim. Baxın, razmeyləri var burada. Daha sonra məhsul haqqında burada qeyd olunub. O mağazadan alınmış kimi deyil bunlar. Fərq çoxdur. Nə dərəcədə fərq çoxdur? Mağazadan aldığımız həm böyüyür, genişlənir, həm də isti saxlamır. Amma bu elədir ki, çox gözəldir də, yəni isti saxlayır, bədəndə yapışıb qalır. Mükəmməl bir sözlə. Baxın, materialını buradan yəni bilmək olar. Hətta bu şəkil açılmayıb, biraz zəifdir internet. Amma çox gözəldir xanımlar. Bir dəfə alsaz özünüz biləcəksiniz. Burada reylər yaza bilərsiniz, istifadə edənlər hətta yaza bilərlər. Daha sonra çantalarımız belə var, hər şey var burada. Belə göstərim. Kaprun qalqutkalar möhtəşəmdir, bunlar kətilərimizdir. Demək, kaprun qalqutkalarımız bizim çox belə deyim də mükəmməldir də, mükəmməl. Bəlkə də çox xanımlar alıb geyiniblər. Çox süperdir bunlar. Bunlar məsəl üçün mağazadan alanda geyinə-geyinə süzülüb gedirdi. İnsanın əsəbləri korlanırdı ki, yəni geyinə-geyinə bu belə olur. Amma bunlar belə deyil. Bunları rahatlıqla geyinə bilərsiniz. Nə qədər vaxtı mən məktəb vaxtı belə bizim 40 deyinlik kaprunumuz var, onu geymişəm. Heç nə olmurdu, heç nə. Yuyurdum, geyinirdim, tezdə qoruyurdu, rahat idi. Bu qədər. Həmçində corablar almışdım. 2 il bundan qabaq, xeyli vaxtı bugün də qalıb. İndi bir balaca deşik çıxıb. Demək olar ki, yayda durmadan onları geyinirəm. Çox mükəmməl idi də, yəni. Yəni hər məhsul var. Yalnız bunları göstərməklə mən sizə çatdıra bilmərəm. Video çox uzun olur xanımlar. Ona görə də fabrikə uzv olmaq istəyənlər buradan yorumlara yaza bilərsiniz. Mən sizlə əlaqə saxlayaram. Hətta burada öz Instagram belə deyim də, yəni Instagram səhifəmin adını da qeyd edəcəm sizlər, çünki oradan da izləyib mənə yaza bilərsiniz. İstəyənlər yoruma da bir üstə gəldən ata bilərsiniz və əlavə fikri olanlar varsa buradan və yaxud da sualı olanlar varsa yorumları da qeyd edə bilərsiniz. Hər çeşidli məhsullarımız var bizim. Baxın, özünüz buradan görəcəksiniz. Kişi qadın ətirləri, kişi qadın paltarları, hər dəfə hər 21 gündən bizim yepyeni məhsullarımız da olur xanımlar. Bunu da sizlərə qeyd edeyim. Və çox gözəl keyfiyyətli məhsullardır. Çalışın ki, öz mağazanızdan özünüzə lazım olan məhsulları alın. Özdə məhsul haqqında oxuyub, istifadə qaydası haqqında oxuyub. Baxın, məsəl üçün bizim bu kremimiz haqqında oxuyursunuz. Buradan qəşəng şəkildə əgər sizin üçün yararlı olacaq kremdirsə, oxuduqdan sonra o zaman özünüzə sifariş edə biləcəksiniz. Hətta istifadə qaydası belə tərkibi hətta burada qeyd olunub. Əgər özünüzə sifariş eləsəz, yəni siz üzv olub əgər sifariş eləsəz, burada gördüyünüz qırmızı qiymətlərə gələcək. Yox, əgər başqasına sifariş eləsəz, başqasından götürsəz və yaxud da mağazalardan əldə eləsəz, o zaman burada gördüyünüz qara qiymətlərə gələcək sizə bu məhsullar. Ona görə də çalışın ki, niyə əlinizdə olan o pulu gedib kimlərdənsə məhsul alaraq xərcləyəsiniz. Elə öz mağazanızdan özünüz oxuyub rahatlıqla sifariş edə bilərsiniz. Bu qədər rahat. Üzv olmaq yalnız bu deməkdir xanımlar. Məcbur deyil ki, burada siz komanda qurasınız. Heç bir məcburiyyət yoxdur. Yalnız özünüzə lazım olan bu cür gözəllikləri əldə edə bilərsiniz. Bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Çalışın ki, səhifəmə abunə olasınız, bəyənəsiniz və rey bildirəsiniz. Yenə də sizlər üçün çoxlu paylaşımlar edəcəm bacardığımız qədər və onu da qeyd edeyim ki, qoşulun, mənə yazın, sizə hədiyyələrim də olacaq əlavə.